Hər şey salam dostlar, kanalıma videoma hamınız xoş gəlmisiniz. Dostlar, bu videoda ekran şəklindən də gördüyünüz kimi ekrana yazmışdım ki, pulsuz 500 coin necə almaq olar? Yok ya. İndi mən sizə bunu göstərəcəm və izah edəcəm. İndi belə videonun devamı üçün kanala abunə olub like atmağı unutmayın. İlk öncə sizə buradan bir şey göstərəcəm. Baxın. Burada elə girdik paketdə, adi gördüyünüz paketdir. Girdik tümünü girə və burada bax görək sıralaya oyuncu dəyəri. Yox, bir dəqiqə. Bunu aşağı eləyək. Niyə belə oldu, hə? Genel dərəcə. Ayda. A few moments later. Yaşamaz bırak o belə qalsın, amma baxın. Görün qaqanız nağarıb Fabinho'ya. Ücretsizdən taş atmışam axı. Çox bomba şeydir axı. Aynen. Ya hamıya qismət olsun. 103'tü heç vaxtda düşmür da. Görürsünüz. Qaqanız tək atıb da indi orası. Ayrı. Arxadan saat səs gələ bilər. O saat tık eləyir. Ona görə. Hə, indi əsas məsələyə keçirik. 500 coin nətər almaq olar? Deməli, buradan giririk görevlər hissəsinə. Bağladıq, girdik görevlərə. Görevlərdən burada baxın iki yer var. Biri kampanyadır, biri də adidir, Halloween. Cadılar bayramıdır, Halloween yazıblar da. Burada gördüyünüz kimi yazılıb ki 200 coin verəcəyik. Burada indi 200 coin verdiklərini göstərir. Burada indi baxın mən 9 dənə tamamlamışam. Burada bir dənəsi qalıb. Bunu aşağıya düşürük. Gördüyünüz kimi burada deyir ki oyuna 7 dəfə girmək lazımdır. Mən bunun hələ 4 dənəsini girmişəm. Hələ 3 dənə də girməliyəm. Təsadüfi anlaşmadır ki, yəni buradakı Milan oyunçularıdır. Milan oyuncusundan bir dənəsini açmalıyıq. Bu da adi hədəflərdir. Bunu da biz nə vaxt ala biləcəyik? Bunu da biz alacağıq gələn həftənin 4-cü günü. 200'ü bir dəqiqə 200'ü götürdük. 200'ümüz buradadır. İndi buradan çıxdıq. Hələ 500 var. Lazımdır bizə. Burada gördüğünüz kimi 20 dənə maç oynamalısınız. Bir dəqiqə. Burada gördüğünüz gibi birdən başlayırsınız. Düz 20 dənə maç oynamalısınız ki 50 coin sizə versin. Bundan sonra da burada gördüğünüz gibi oktyabrın 30'u özü burada deyir. 10. ay oktyabrın 30'u. Bu hissə açılacaq da 20'dən o tərəfə açılacaq. 20'dən o tərəfə buradan da 50 coin verəcək. Oradan bağladıq. 200 oradan verdi. 100 buradan, 50 de buradan oldu 300'ümüz. Ne kadar coin'imiz oldu? 300. Bu da bizim cibimizdədir. 300'ü de götürdük. İndi buradan option çıxdıq. Buradan necə gedirik mat hissəsinə? Qoyasın görək. Mat hissəsi. Burada etkinliklər. Görək. Hə. Buradan giririk indi PvP'yə. Sonra PvP gəlib. Hə. Buradan gördüyünüz kimi 2 dənə PvP var. Bu ortaqlaşa PvP'dir. Bunlara girək üstə açılsın. Baxın burada gördüyünüz kimi burada da 50 verəcək. Burada da 50 verir. Bunları oynamayıbsınızsa girib oynaya bilərsiniz. 300'ümüz orada var idi. İndi doğrudur 400 coin'imiz. Qalan 100'ü hardan alacağıq? 100'ün indi 50'sini baxın indi. Burada təzə gələn var turnuva. Turnuva hissəsinə girdik. Yenə girdik. Devam et. Qoy açılsın görək. Bu niyə belə gec açılır? Hə. Burada gördüyünüz kimi burada round 1 var. Bunu verəcək. Bunu siz mütləqdir ki bunu oynayasınız. Özünüz də oynamasanız da yazı qoşun kontrolünü özü oynasın. Amma bunu özünüz oynayasınız. Bu altın qoldur. Burada gördüyünüz kimi 50 coin veriləcək. Əgər siz indi dərəcə kasmaq istəyirsinizsə buradan da girib oynaya bilərsiniz. Öz komandanızdır yenə də. 50 coin də buradan götürsün. Nə qədər coinimiz oldu? 450 coinimiz oldu. Qalan 50'ni hardan ala bilərik? O da ki qalan 50'ni isə Türkiyə ölkəsi Türkiyə olanlara da, yəni ki bu hissəyə. Baxın, bu hissədə əgər birinci gündən başlayıb
Düz 5-ci günə qədər hər gün bu 10 coini götürsəz, sizin olacaq maksimum 500 coininiz. 500 coinlə də istədiyiniz kimi çox gözəl paketlər aça bilərsiniz. Məsələn, baxın. Mən buradan ücretsizdən çıxartmışdım daha doğrusu. TikTok səhifəmi də aşağıya hal-hazırda bir yerdə qoydum. Or taktikdə vermişəm, o taktikdən çıxartmışam. Hamıya tövsiyə edirəm, çox yaxşı oyunçudur. O 500 coini də bura, yəni ki, eləyə bilərsiniz də. Burada nəmi oynada bilərsiniz. Baxın, oyuncu dəyəri. Sırala. Bir dəqiqə. Hə. Burada nəsə elədim, heç özüm də bilmədim. Hə. Burada baxın, bu Kurtuğa 84'də, 101'də amma mən çox görmüşəm oyunlarda. Çox qəşəng oynayır. Haaland'ın özüdür, çox super oyuncudur. Amma sizə ən çox tövsiyə elədiyim oyuncu mənim kadromda da olan bu Haaland'dır. Baxın bir dəqiqə. Boy dedikdə var 1.94. Yaşı 25. Cavan. Sol ayaq. Sol da atabilir, sağ. Əsas burada öyle. Əsas gol sayısıdır. Oynadığı maç 112 maç oynayıb. 125 dənə gol atıb, 37 dənə asist eləyib. Yəni bunu hər oyuncu eləyə bilməz də. Yəni möhtəşəm bir şeydir. Video bu qədər idi dostlar. Deyəmədim ya. Video bu qədər idi. Belə videonun davamı üçün kanala abunə olub like atmağı unutmayın. Hələlik.